Hörmətli həmkarlar, əziz abituriyentlər, xoş gördük hər birinizi. Bugün yeni Dövlət İmtahan Mərkəzinin test toplusunun növbəti mövzusunun izahına baxırıq. Mövzumuz dünya dövlətləri 20-ci əsrin 20-40-cı illəri və 2-ci Dünya müharibəsi. Birinci sualımız Osmanlı dövlətinin 20-ci əsrin 1-ci rubu tarixinə aiddir, yəni 1901-1925. Sovet Rusiyası ilə Qars müqaviləsinin imzalanması. Qars müqaviləsi 1921-ci imzalanıb. 21-ci ildə orada da Sovet Rusiyası deyildi. Qars müqaviləsi Türkiyə, Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR arasında imzalanıb. İkinci Balkan müharibəsində məğlub olması bu 1913-cü ildə baş verib. Osmanlı burada məğlub deyil, qalibdir. Sevr müqaviləsi aid olacaq. Bəli, doğru cavab olacaq elə C variantı. Montre konfransında iştirak 1936-da Türkiyə Respublikasına aiddir. Osmanlı ləğv olub 1922-ci ildə. İlk konstitusiyanın qəbul olunması bu da 1876-cı ildədir. Doğru cavab C variantı. 2. Birinci Dünya müharibəsindən sonra Almaniya, Avstriya, Macaristan, Bolqarıstan, Osmanlı İmperiyası ilə qalib dövlətlərin bağladıqları müqavilələr birlikdə adlanır. Almaniya Versal, Avstriya Saint-Germain, Macaristan Trianon, Bolqarıstan Neyi, Osmanlı Mudros istəyirəm Sevr müqaviləsi. Bunlar birlikdə Versal sistemini təşkil edir. D variantı. Anşlüs adlanır. Anşlüs Hitlerin Avstriyanı birləşdirməyə cəhdidir. Birinci cəhd 1934-cü il olub, bu uğursuzdur. İkinci cəhd olub 1938-ci ildə, bu uğurludur. Almaniyanın Çexoslovakiyanı birləşdirməyə cəhdi deyil. Almaniyanın Birinci Dünya müharibəsində məğlubiyyətin əvəzini çıxmaq siyasəti bu revanşizmdir. Avstriyanın Almaniyaya birləşməsi bəli 1938-ci ildə birləşəcək. Almaniyanın İspaniyadakı vətəndaş müharibəsinə qarışmamaq siyasəti qarışırdı. Müharibədə bitərəfliyə riayət etməsi bitərəf deyildi. Doğru cavab C. 4. Mandat sistemi adlanır. Mandat sistemi Versalın gedişindədir və mandat sistemi keçmiş Alman-Osmanlı mülklərinin 4 dövlət arasında bölünməsidir. Belçika, Yaponiya, Fransa və İngiltərə. Keçmiş Alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölünməsi. Doğru cavab elə A variantıdır. Viyana Konqresinin gedişi deyil, Versalın gedişidir. Keçmiş Alman və İngilis müstəmləkələrinin özünün idarə hüququnun verilməsi, İngilis deyil burada. Keçmiş Alman və Osmanlı mülklərinin bölünməsidir. Özünün idarə hüququ da verilmir. Müstəmləkə imperiyası çərçivəsində mülklərə verilmiş özünün idarə hüquqlarının ləğvi, bu da yanlışdır. Vaşinqton konfransında qalib dövlətlərin öz aralarında bağladığı müqavilələr toplusu Vaşinqton konfransı deyil, Versalın gedişidir mandat. 5. Versal sisteminə daxil olan sülh müqavilələri. Saint-Germain, Neyi, Saint-Germain Avstriya, Neyi Bolqaristanla bağlanıb. Rapollo 1922-də Sovet Rusiyası və Almaniya arasında bağlanıb. Bunu çıxırıq. Bu Versalını təşkil etmir. Lazanna da Versalı təşkil etmir. Bu da yanlışdır. Antanta və Türkiyə arasında imzalanıb Lazanna. 1 və 3. Versal təşkil edən 1 və 3-dür. Versal sisteminə daxil olan müqavilələr Trianondur, Sevrdir. Mudros 1-ci Dünya müharibəsinin gedişində Osmanlı tərəfindən imzalanıb. 1918 oktyabrda. Brest-Litovskda Rusiya ilə bağlanıb. Mərkəz gücləri arasında. Bu da 1918-in martında. Yəni Versal sistemi təşkil etmir. 2 və 3 Y variantıdır. Avstriya-Macaristan imperiyasının dağılması nəticəsində yaranmış dövlətlər. Avstriya-Macaristan dağılıb 1918-ci ildə yerində yaranıb Avstriya, Macaristan, Çexoslovakiya, bir də Serb, Xorvat, Sloven krallığı. Bunları çıxıram. Aid deyil. B variantı Çexoslovakiya. Avstriya-Macaristan imperiyasının dağılması nəticəsində yaranmış dövlətlərin sırasına aiddir. 1918-ci ildə Avstriya-Macaristan parçalanır. Avstriya, Macaristan, Çexoslovakiya, Serb, Xorvat, Sloven krallığı yaranır. İsveç deyil, Polşa deyil. Makedoniya, Bosniyanı çıxıram. Yerdə qaldı Y variantı. Anti-Kominterin paktının iştirakçıları 1936-cı ildə bu pakt bağlanıb. Almaniya, Yaponiya arasında. Sonradan bura İtaliya, İspaniya və Macaristan qoşulacaq. İngiltərə, Fransa yoxdur. Almaniya, İtaliya var, Fransa yoxdur. Yaponiya var, İspaniya var, ABŞ yoxdur. İngiltərə, Fransa, ABŞ bunların üçü də yoxdur. Almaniya, Yaponiya və İtaliya. 1938-ci il Münhen konfransının iştirakçıları Almaniya, İngiltərə, Fransa, ABŞ, yox, İtaliya olmaydı burada. Fransa, SSR, ABŞ, Almaniya, SSR, ABŞ-ni çıxıram. Almaniya, İtaliya, İngiltərə, Fransa C variantı doğrudur. Almaniya, İtaliya, Yaponiya, İspaniya, Yaponiya, İspaniyanı çıxırıq. SSR-ni çıxırıq, ABŞ-ni çıxırıq. 1919-cu il Paris konfransının qərarlarına əsasən mandat sahibi olan dövlətlərdən deyil.
Fransa mandat sahibidir, Yaponiya, İngiltərə, Belçika, ABŞ mandat sahibi deyil. 19-cu il Paris konferansının qərarlarına əsasən mandat sahibi olan dövlətlərin sırasında deyil, İngiltərə mandatdadır, Fransada, Yaponiyada, Belçikada, Rusiya deyil. 19-cu ildə Paris konferansının çağırılmasının məqsədlərindən biri Avropada faşizmin yayılmasının qarşısını almaq. Avropada hələ bu dövrdə faşizm yayılmamışdı. Faşizm hərəkət olaraq hələ ilk dəfə 19-cu ildə İtaliyada başlayır. İtaliyada yaranacaq. A yanlışdır. Almaniyanın müharibəni dayandırmasına nail olmaq. Müharibə onsuz da dayanmışdı 1911-in 18-in 11 noyabrında. Sakit Okean hövzəsində sülh və təhlükəsizliyin təmin olunması, uzaq şərq məsələsi bu olacaq Vaşinqton konferansında. Dövlətlər arası münasibətlərin yeni qaydalarının işlənib hazırlanması doğrudur, müəyyən olunması. Birləşmiş Millətlər Təşkilatının iş qaydalarının müəyyən olunması bu İkinci Dünya Müharibəsinin gedişində Krım-Yalta konferansındadır. 1919-cu il Paris konferansında yaradılan Millətlər Cəmiyyətinin yaranmasının məqsədlərindən biri. Məqsədi dünyada sülhü təmin etmək və gələcəkdə müharibələrin qarşısını almaq. Dünyanın mandat sistemi əsasında bölüşdürülməsi qaydasını ləğv etmək yoxdur məqsəddə. Gələcək müharibələrin qarşısını almaq B variantı. Almaniyanın tərk islah olunmasına nail olmaq. Almaniya tərk islah olunmuşdur. Bolşevizmin Avropaya yayılmasının qarşısını almaq belə bir şey yoxdur. Müharibə canilərini cəzalandırmaq üçün beynəlxalq məhkəmə yaranma. Bu olacaq beynəlxalq məhkəmənin yaranması 2-ci Dünya Müharibəsinin gedişində Potsdam konferansında. Trianon müqaviləsi bağlandı. Trianon bağlandı 1920-ci ildə Macarıstanla Antanta dövlətləri arasında. Osmanlı Balkan deyil, Rusiya Almaniya deyil, Avstriya Antanta deyil, Macarıstan Antanta arasında D variantı, SSR Almaniya deyil. Doğru cavab oldu D. 15-də. 16. Ney müqaviləsi 1919-da bağlanıb. Bu Balqaristanla bağlanan müqavilədir. Birinci Dünya Müharibəsi illərində deyil, sonradır. Rusiya Almaniya deyil, Polşa Sovet Rusiyası deyil, Osmanlı deyil, Balqaristan və qalib dövlətlər arasında. SSR təşkil olunarkən oraya ilk daxil olan dövlətlər Ukrayna var, Belarusiya var, RSFSR var, Qazaxıstan yoxdur. RSFSR, Belarusiya, Ukrayna, Özbəkistan yoxdur. RSFSR, Ukrayna, Belarusiya C variantı doğrudur. Belarusiya var, RSFSR var. RSFSR Moldova yoxdur. RSFSR var, Belarusiya, Estoniya yoxdur. Ukrayna var. Doğru cavab C variantı. 18. RSFSR təşkil olunarkən oraya daxil oldu Azərbaycan, Ermənistan, Gürcüstan SSR, Ukrayna, Belarusiyanı çıxıram. RSFSR-i çıxıram, Ukraynanı çıxıram, Belarusiyanı çıxıram, Azərbaycan, Qazaxıstanı çıxıram, Gürcüstan var. RSFSR-i çıxıram, Qazaxıstanı çıxıram, Ermənistan var, Azərbaycan, Ermənistan, Gürcüstan SSR. Birinci Dünya Müharibəsində hərbi sifarişlər və müharibəyə gec qoşulması nəticəsində böyük qazanc əldə edən dövlətlər, hərbi sifariş, böyük qazanc, gec qoşulma, bu əlbəttə ki ABŞ-dir, 1917-də qoşulur, digərləri müharibə başlayanda qoşulur müharibəyə. Doğru cavab A variantı. 1943-cü ilə aiddir. Müttəfiq qoşunların Şimali Fransaya daxil olması 1944-dür. İngiltərə və ABŞ qoşunları Siciliyaya daxil olur 43-dür bu. Mussolini rejimi devriləcək. Mərcan adaları döyüşü 42-dir. Alman qoşunları Moskva yaxınlığı döyüşdə məğlub olur 1941-dir. Antikominteri 1936-dır. İkinci Dünya Müharibəsi illərində Moskva uğrunda vuruşmanın nəticəsi Sovet-Alman cəbhəsində əsaslı dönüşün başlaması olacaq Stalingrad döyüşü, bitməsi Kursk döyüşü. Faşist blokunun parçalanması 1943-cü ildə parçalanır faşist bloku. İldırım sürətli müharibə planının pozulması 1941-ci ildədir. Moskvanın nəticəsidir. C variantı doğru olacaq. Avropada ikinci cəbhə 1944-də açılır. Müharibədə strateji təşəbbüsün bütünlüklə SSR-yə keçməsi, strateji təşəbbüs bu Sovet-Alman cəbhəsində əsaslı dönüş məsələsi var. Burada olacaq SSR-nin təşəbbüsü ələ alması, yəni Stalingrad, bir də ən əsası Kursk döyüşündə. Yanlışdır, doğru cavab olacaq 21-də C variantı. 22. İkinci Dünya Müharibəsi illərində baş vermiş Kursk döyüşünün nəticəsinə aiddir. Sovet-Alman cəbhəsində baş verən döyüşdür. Əsaslı dönüş başa çatır. Antifaşist koalisiyasının əsasının qoyulması. Antifaşist koalisiyası 1942-dir. İkinci Dünya Müharibəsində əsaslı dönüşün başlaması Stalingraddır. Almaniyanın ildırım sürətli müharibə planının iflasa uğraması Moskva döyüşüdür. Avropada ikinci cəbhənin açılması Kurskla bağlı deyil. 1944-də Tehran konferansından sonra açılacaq. Şimali Fransaya qoşun yeridiləcək müttəfiqlər tərəfindən. Sovet-Alman cəbhəsində əsaslı dönüşün başa çatması. Y variantı. 20-ci əsrin 20-ci illərində leybalistlərin hakimiyyətə gəldiyi dövlət, leybalistlər 1924-də 1-ci leybalist hökuməti, növbəti 2-ci 1929-da İngiltərə gəlib hakimiyyətə 2 olacaq, Y variantı. Almaniyanın
1930-cu illər tarixi üçün səciyyəvi idi. Nasistlərin hakimiyyətə gəlməsi, elə bu olacaq, nasistlərin hakimiyyətə gəlməsi 33-cü ildədir. Weimar Konstitusiyasının qəbulu 1919, Versal müqaviləsi 1919, daha sonra monarxiyanın bərpa olunması, monarxiya bərpa olmur, 1918-ci ildə respublika yaranacaq. Millətlər Cəmiyyətinə daxil olması 1926-dır Millətlər Cəmiyyəti. Doğru cavab olacaq A variantı. Birləşmiş Millətlər Təşkilatının iş qaydası. İş qaydası müəyyənləşdi. Potsdamda yox, Tehran deyil. Atlantika Xartiyası deyil, Krımda, bunu dedim az öncə. Streza deyil. SSR-nin qərb sərhədləri də Krımda tanınıb. Lozanna deyil, Tehran deyil, Potsdam yox. Krım konfransında, Vaşinqtonda çıxıram. Böyük Britaniya və Fransanın 1939-cu il tarixinə aid oxşarlıq. 39-cu il tarixi. Birləşmiş Millətlər Bəyannaməsi imzalanır 1942-də. Atlantika Xartiyası adlanan sənədi imzalayan Böyük Britaniya ilə ABŞ-dir, Fransa deyil. Almaniyaya müharibə elan etmələri, bəli, Almaniyanın Polşaya hücumu ilə 1939-cu ildə Fransa və Böyük Britaniya Almaniya müharibə elan edir. C doğrudur. Münhen sövdələşməsi 38-dir. Antikominternə bunlar qoşulmayıblar. 28. SSR və Böyük Britaniyanın 1941-ci ilin avqust tarixində oxşarlıq. İranın nüfuz dairəsinə bölünməsi, elə bu A variantı doğrudur. İranın cənubu olacaq İngiltərənin, şimalı və cənubi Azərbaycan SSR-nin tərkibində olacaq. Yaponiyaya müharibə elan etmələri, Yaponiyaya müharibə elan edir. Böyük Britaniya edir. Bunu 1941-ci ildə Pearl Harbora Yaponiya zərbə vurandan sonra Böyük Britaniya və ABŞ Yaponiyaya müharibə elan edir. 41-ci ildə isə SSR Yaponiya arasında hücum etməmək haqqında müqavilə var. Ona görə mən B-ni çıxacam. SSR-nin Yaponiyaya müharibə elan etməsi 1945-ci ildədir. Birləşmiş Millətlər Bəyannaməsinin imzalanması 1942-dir bu. Midway dəniz döyüşünə Yapon qoşunlarının məğlub etmələri, Yapon qoşunlarını məğlub edən ABŞ-dir. Bunlar deyil. Siciliya adasına qoşun çıxarmaları Böyük Britaniyadır və ABŞ-dir. SSR deyil. Doğru cavab 28-də oldu A. 29. Böyük Britaniyanın 1-ci və 2-ci Dünya müharibəsi tarixinə oxşarlıq. ABŞ ilə müttəfiq olması, Böyük Britaniya 1-cidə də 2-cidə də ABŞ ilə müttəfiq idi. A-nı götürəcəm. Müstəmləkələrin tamamilə itirilməsi, müstəmləkələrindən məhrum olacaq 2-ci Dünya müharibəsindən sonra. B-ni çıxaq. B yanlışdır. SSR-yə qarşı mübarizə aparması, SSR-yə qarşı mübarizənin aparılması. 1-ci dünyada heç SSR yoxdur, bunu çıxıram. Almaniya ilə müttəfiq olması. 2-ci dünyada da Böyük Britaniya SSR-ə müttəfiq idi. Almaniya ilə müttəfiq olması. Böyük Britaniya Almaniya müttəfiq olmayıb nə 1-də, nə 2-də. Şimali Azərbaycanın qoşun çıxarması. Şimali Azərbaycana 1-cidə qoşun çıxarıb, məsələn, 1918-in 17 noyabrında Thomson Şimali Azərbaycanın qoşun çıxarıb, amma bu 2-ci dünyaya aid deyil. Doğru cavab 29-da A variantı. 30. 1939-cu il Böyük Britaniya və 1945 Türkiyə tarixinə aid oxşar cəhət. Respublika elan olunmaları. Türkiyə 1923-cü ildə respublika olub. Böyük Britaniya respublika deyil, parlamentli monarxiyadır. NATO-ya daxil olmaları. NATO-ya Britaniya 49-da daxil olub. Türkiyə 52-də. BMT-yə üzv olmaları. BMT-yə üzv olmaları. 39-cu ildə heç BMT yoxdur. 45-in iyununda yaranacaq. Yanlışdır C variantı. Anti-Hitler koalisiyası ilə barışıq sazişinin imzalanması. Anti-Hitler koalisiyası ilə barışıq sazişinin imzalanması. 1939-cu ildə Anti-Hitler koalisiyası yaranacaq 1942-ci ildə. Belə bir barışıq sazişi də yoxdur 39-45-də. D-ni çıxıram. Almaniyaya müharibə elan olunması. Bəli, 39-cu ildə Böyük Britaniya, 45-də isə Türkiyə. 31. 1-ci və 2-ci Dünya müharibəsindən sonra Almaniya haqqında qəbul olunmuş qərarların ortaq cəhəti təzminat hər ikisində alınacaq. SSR və ABŞ-nin işğal zonasına çevrilməsi. Almaniya SSR və ABŞ-nin işğal zonasına çevriləcək. 2-ci dünyadan sonra 4 işğal zonasına bölünəcək. Ona görə müstəmləkələrindən məhrum olacaq. 1-cidə məhrum olur müstəmləkələrindən. Nasistlərin beynəlxalq tribunala verilməsi bu 2-cidədir. Ərazisinin bir hissəsinin Fransaya verilməsi bu da 2-cidədir. 1-də deyil. 32. 1-ci və 2-ci Dünya müharibəsindən sonra Almaniya haqqında oxşar nəticə. Beynəlxalq tribunal 2-dədir. Ərazisinin 2 hissəyə parçalanması. Ərazisinin 2 hissəyə parçalanması olacaq. Bu 2-ci dünyadan sonradır. 2 hissəyə parçalanma. Sosialist Respublikasının ləğv olunması. Sosialist Respublikası yoxdur, burada yanlışdır.
Tutduğu ərazilərin itirilməsi, tutduğu əraziləri itirəcək deməli 2-ci Dünya müharibəsinin nəticəsində, yox, hər ikisinin tutduğu əraziləri itirirdi, doğrudur. Ortaq cəhətdə nasist partiyasının fəaliyyətinin qadağan olunması bu 2-ci Dünya müharibəsində, çünki 1-ci müharibədə nasist partiyası hələ gəlməmişdi hakimiyyətə. Fəaliyyəti yox idi. 32 olacaq D variantı. 33. 40-cı ildə Estoniya, Latviya, Litvanı işğal edən dövlət Latviya, Litva, Estoniyanı işğal edən dövlət SSR-dir. 2. E variantı. 4. 1939-cu ildə faşist diktaturasının qurulduğu dövlət 39-da İspaniyada, 22-də İtaliyada, 34-də isə Almaniyada faşist diktaturası qurulacaq. B variantı. 1-ci və 2-ci Dünya müharibəsinə aid oxşar cəhət ABŞ və Yaponiyanın müttəfiq olması. 1-ci Dünya müharibəsində ABŞ də Yaponiya da Antana dövlətləri tərəfində idi. 2-ci Dünya müharibəsində bir-birinə qarşı mübarizə aparıblar, yanlışdı. Türkiyə Respublikasının iştirak etməsi 2-ci Dünya müharibəsinə Türkiyə Respublikası 1945-in fevralında qoşulur, amma 1-cidə heç respublika yaranmamışdı. 1923-29 oktyabrda yaranıb respublika. İngiltərə və Fransa müttəfiq olublar hər ikisində. SSR-nin qalib gələrək yeni ərazilər işğal etməsi. 1-ci dünyada SSR yoxdur. Çar Rusiyasıdır, sonra Sovet Rusiyası. SSR yaranmayıb. ABŞ və Yaponiyanın bir-birinə qarşı vuruşması. ABŞ və Yaponiyanın bir-birinə qarşı vuruşması 2-ci Dünya müharibəsindədir. 1-cidə bir-birinə qarşı vuruşmayıblar. 35 olacaq C variantı. 36. 1-ci və 2-ci Dünya müharibəsinin oxşar cəhəti. Bu suallar çox düşür. Müəllimlər də diqqətli olsun, abituriyentlər də. 1 və 2-nin ortaq cəhəti Türkiyə Respublikası 2-də iştirak edib, 1-də respublika yaranmamışdı. Osmanlı idi. Fransa və İngiltərənin bir-birinə qarşı vuruşması, müttəfiq olublar, vuruşmayıblar. Almaniya və Yaponiyanın müttəfiq olması, 1-cidə Almaniya, Yaponiya müttəfiq deyil. Yaponiya Antana dövlətləri tərəfindən vuruşub. C yanlışdır, 2-cidə müttəfiqdilər. Almaniya və müttəfiqlərinin məğlub olması D doğrudur, ortaq cəhətdir. İngilis qoşunlarının Qacarlar dövlətinin ərazisinə daxil olması həm 1-də, həm 2-də İngiltərə qoşunları İran ərazisinə daxil olub, lakin mən deyə bilmərəm Qacar dövlətinin ərazisinə, çünki 1-ci Dünya müharibəsində Qacarlar var idi, 2-ci dünyada Qacarlar yoxdur, çünki sülalə dəyişib, 1925-ci ildə Pəhləvilər gəlib hakimiyyətə. Amma İrana qoşun yeritmə olacaqsa, bəli var. Yəni İngiltərə 1-də də 2-də də İrana qoşun yeridib. 36 D variantı. 37. 2-ci Dünya müharibəsinin başlanğıc dövrünün Qərbi müharibə adlanmasının səbəbi. Səbəbi də odur ki, 1939-da Almaniya Polşaya hücum edəndə İngiltərə, Fransa ona qarşı müharibə elan etdi, amma müharibəni hərbi əməliyyatlara aparmadılar 40-cı ilin martına qədər. Bu qərbi müharibədir. İtaliyanın Fransa tərəfindən müharibəyə qoşulması yox, Almaniyanın gözlənilməz uğursuzlara məruz qalması yox, hərbi əməliyyatları fasiləsiz davam etməsi yox, başlamamışdı hərbi əməliyyatlar, Qərb cəbhəsində fəal hərbi əməliyyatlar aparılmırdı bu dövrdə, bəli. Fransanın Almaniya müqaviməsi təslim olması yox. Qərbi müharibə 39-40 martına qədər Qərb bölgəsində hərbi əməliyyatların aparılmamasıdır İngiltərə, Fransa tərəfindən. 2-ci Dünya müharibəsində Almaniyanın SSR-yə hücum planı Barbarossa, E variantı. SSR-ə hücum planı Barbarossadır. 2-ci Dünya müharibəsində Sovet ordusunun Almaniyaya qarşı son hücum əməliyyatı 1918-ci ildə olan 16 apreldə Berlin əməliyyatıdır. A variantı. 1918 nədir yazmışam bura? 1945. 45'in bir de bunu silim. Deməli, 2-ci Dünya müharibəsində Sovet ordusunun son hücum əməliyyatı Almaniyaya qarşı 1945-ci il 15-16 aprel başlayır. Berlin əməliyyatı A variantı. Nə vaxt bitir? 1945 mayın 2-sində bitəcək. Azad olunmuş Avropa haqqında bəyannamə qəbul olunacaq Krım konfransında. B variantı. 41. Uzaq şərqdə bir sıra ərazilərin SSR-yə güzəşti müqabilində onun Yaponiya müharibə elan etməsi haqqında məxfi saziş olacaq Krım konfransının gedişində. Paris deyil, Münhen deyil, Potsdam deyil, Krımda D variantı, Genuya deyil. 2-ci Dünya müharibəsi illərində Almaniyaya qarşı 2-ci cəbhənin açılması haqqında qərar qəbul olundu Tehranda 1943-cü ildə. Stalinin ilk görüşüdür bu Tehran konfransı. Cəbhə açılacaq 1944-cü ildə Şimali Fransada.
Barbarossa planının mahiyyəti ildırım sürətli müharibə ilə SSR-ni işğal etmək və qışa qədər Arxangelsk Həştərxan xəttinə çıxmaq elə bizim cavabımız olacaq. Cənub-Şərqi Avropa ölkələrini işğal edərək həmin ölkələrin ərazisini SSR-yə qarşı hücum meydanına çevirmək deyil Barbarossanın məqsədi. Polşa dövlətinin suverenliyinə soy qoymaq belə bir şey yoxdur. Qərbi Avropanı işğal etmək yox, SSR-yə qarşı hücum planıdır. Havadan güclü zərbə endirməklə Böyük Britaniyanı müharibədən çıxarmaq yox, müharibə Böyük Britaniyaya qarşı qurulmayıb Barbarossa planı, SSR-yə qarşı qurulan bir plandır. 44. 1941-ci ildə ABŞ-nin 2-ci Dünya müharibəsinə daxil olmasının səbəbi Yapon ordusunun Çin və Hind okeanı şərqindəki adalarını işğal etməsi yox, onun hərbi bazasına zərbə endirməsi, ikinci cəbhənin açılması yox. Müharibə 41-ci il Pearl Harbor zərbədən sonra başlayır müharibə, yəni ABŞ və Yaponiya arasında. Yapon ordusunun Çinin daxili rayonlarına soxulması deyil məsələ, SSR-nin Polşaya hərbi müdaxiləsi deyil, Yapon təyyarələrinin Pearl Harbor bazasına zərbə endirilməsinin nəticəsində ABŞ ilə Böyük Britaniya Yaponiyaya müharibə elan edir, Almaniya da ABŞ-yə müharibə elan edəcək. Bu mübarizənin nəticəsində Yaponiya qalibdir və yadda saxlayın ki, Pearl Harbordan sonra Sakit Okean cəbhəsi açılacaq. Sakit Okeanda hərbi əməliyyatlar başlayacaq. Olacaq doğru cavabımız Y variantı. 45. İkinci Dünya müharibəsinin gedişində Yaponiya Sakit Okeanda hücuma başlaya bilmədi hansı mübarizənin nəticəsində. Siciliya adasının ələ keçirilməsi yox, Yaponiya ilə bağlı deyil. Moskva yaxınlığında döyüş Sovet-Alman cəbhəsidir. Midway adası yaxınlığı döyüşdə məğlub olmasının nəticəsində ABŞ-yə uduzur, bəli 42-ci ildə və Sakit Okeanda hücuma başlaya bilmir. İtaliyada faşist rejiminin devrilməsinin Yaponiya əlaqəsi yoxdur. Şimali Fransaya müttəfiq qoşunlarının çıxarılması ilə bu da əlaqəsizdir. 46. İkinci Dünya müharibəsinin gedişində faşist hərbi caniləri mühakimə etmək üçün Beynəlxalq Hərbi Tribunalın yarandığı konfrans, bu da Potsdam konfransıdır. 46. D variantı. İkinci Dünya müharibəsinin gedişində Sovet-Alman cəbhəsində əsaslı dönüşün başlanğıcı Stalingraddır, bitməsi Kursk döyüşüdür. Başlaması Stalingrad, bitməsi Kursk. Anti-Hitler koalisiyası ölkələrinin dövlət başçılarının görüşdükləri konferansların xronoloji ardıcıllığı. Tehrandır, Krımdır, Potsdamdır. Potsdam yox, Krım birinci deyil, Krım deyil, Tehran, Krım, sonra Potsdam. Stalinin ilk görüşü də Tehrandadır. Birinci Dünya müharibəsində Marna və İkinci Dünya müharibəsində Moskva döyüşünün ortaq cəhəti biri Marna 14-də, Moskva 41-də. Alman qoşunları qalib deyil, məğlubdur. Almaniyanın hərbi planının iflasa uğraması, bəli, ildırım sürətli müharibə planı puça çıxır bu döyüşlərdə. Müharibə gedişinin əsaslı dönüşü yanlışdır. Müharibə əsaslı dönüşün başa çatması da deyil. Rusiya qoşunlarının ağır məğlubiyyətə uğraması deyil, qalib gəlməsidir. Yəni Moskva döyüşündə Rusiya qalib gəlib, Marna döyüşü Almaniya və İngiltərə, Fransa arasındaydı. Almaniyanın 1871-ci il və 1940-cı il tarixinə aid oxşar cəhət. Fransa ilə müqavilə imzalanması, belə bir müqavilə varmı? 71-ci ildə. Bir dəqiqə. Düşünün bunu. 71-də var. 40-cı ildə də var. 40-cı ildə də var. Bu nə müqaviləsidir? Deməli, 1940 22 iyun Almaniya Fransaya hücum edəndə burada Fransa bölündü. Şimalı qaldı Almanlarda. Almaniya işğal zonası, cənubunda isə yarandı Vichy hökuməti. Vichy hökuməti də necə bir hökumətdir, necə bir dövlətdir? Kukla dövlət adlandıraq biz bunu. Manchjougo dövləti kimi de jure cəhətdən müstəqildir, amma de facto cəhətdən Almaniyadan asılı bir dövlətdir. A olacaq. 40-cı ildə bunların müqaviləsi var. Konstitusiya qəbul olunubmu? 71-də var, 40-da yoxdur. İmperiya olub 71-də, 40-da yox. İtaliya ilə hərbi ittifaqın yaranması, bunların heç birində İtaliya ittifaqı yoxdur. Respublikaya son qoyulması, bunların heç birində respublikaya son qoyulmuyub, yanlışdır. 40-cı ildə faşist hökuməti də Almaniyada, diktaturadır. 71-ci ildə də birləşir vahid halda imperiya yaranır. Doğru cavab 50-də olacaq, bizdə A variantı. 51. 1919-cu il Paris Sülh Konfransına dəvət olunmamışdı. Fransa var, Böyük Britaniya var, qalib dövlətlərdə İtaliya var, ABŞ var, lakin Sovet Rusiyası separat akt bağlayıb çıxdığına görə dəvət olunmamışdı. Birinci Dünya müharibəsində sonra Versal sisteminə daxil olan müqavilələrin bağlanmasında iştirak etməmişdi. Bunların hansı? İsveçrə, çünki bir tərəf ölkədə İsveçrə, müqavilə bağlanmayıb İsveçrə ilə. Bolqaristan var,
Avstriya var, Osmanlı var, Macaristan var. Macaristandan Trianon, Avstriya Saint-Germain, Osmanlı sevir, Bolqarıstan nəyi? 19-cu il Paris Sülh Konfransında Almaniya və digər məğlub dövlətlərlə bağlanan beynəlxalq müqavilələrin əsasını təşkil edirdi. Rooseveltin yeni xətti yox, Kampen barışıq şərtləri yox, 14 maddə prinsipi Woodrow Wilsonun, monarxiyaların legitimliyi prinsipi yox, Viyana Konqresinin qərarları əlaqəsi yoxdur. 19. Versal sülh müqaviləsinin ən ağır şərtlərindən biri elə A variantıdır, təzminat məsələsidir Almaniyanın. Osmanlı dövlətin ərazisinin bölüşdürülməsi yox, Yaponiyanın yaxın şərqdə müstəmləkə ərazilərini itirməsi yox, ən ağır şərti deyirsə, bu da Almaniyanın təzminat məsələsi idi. ABŞ-nin Millətlər Cəmiyyəti üzv olmasının qadağan olunması yox, Almaniyanın ordu və donanmasının tamamilə ləğv olunması, ordu donanması məhdudlaşdırılır, bu yanlışdır. Doğru cavab olacaq A variantı. Dövlətlər arası münasibətləri nizamlamaq üçün yaradılmışdı. Wilson təklifi ilə yaradılmışdı. Göstərilənlər aiddir. Bu olacaq. Wilson təklifi varsa Millətlər Cəmiyyəti. A variantı. Polad paktı Almaniya, İtaliya arasında da yanlışdır. Briançellokda olmayacaq. Dövlətlər arası münasibətləri nizamlamaq Wilson təklifi. Anti-Komintern paktı əlaqəsi yoxdur, müqəddəs ittifaqda deyil. Polşanın bölünməsi, Şərqi Avropanın nüfuz dairələrinə bölünməsinin razılaşması göstərilənlərə aiddir. Polşa bölünüb, Şərqi Avropa nüfuz dairələrinə bölünməsi razılaşdırılıb. Bu Ribbentrop-Molotov paktıdır Almaniya və SSR arasında 1939-un avqustunda. Bəs bu nə zaman təsdiqini tapır? Yəni Polşanın bölünməsi, Şərqi Avropa nüfuz dairəsinə bölünməsi 1939-un sentyabrında müharibənin gedişində öz təsdiqini tapacaq. Orada da SSR və Almaniya arasında müqavilə var. Bax, orada təsdiqini tapacaq. Almaniya və İtaliya arasında Polad paktının bununla əlaqəsi yoxdur. Münhenin əlaqəsi yoxdur. Anti-Komintern də həmçinin. Atlantika xartiyasının da həmçinin. Polşanın bölünməsi, Şərqi Avropanın razılaşması Ribbentrop-Molotov paktındadır. Öz təsdiqini tapır 39-un sentyabrında. Məğlubiyyətin əvəzinə çıxmaq, qisasçılıq siyasəti bu olacaq. Revanşizm, təzminat bu pul məsələsidir. Enozis birləşmədir. Şovinizm millətçilikdir, qatı millətçilikdir. Avtoritarizm də avtoritar bir rejimin qurulmasıdır. Hakimiyyətin tək bir şəxsin əlində cəmləşməsi. Potsdam konfransının qərarlarına əsasən Almaniya ərazisini işğal zonalarına bölüşdürən dövlətə daxil deyil. Potsdam konfransının qərarlarına əsasən Almaniya ərazisini işğal zonalarına bölüşdürən dövlətlərə aid deyil. 4 dövlət arasında bölünmüşdü. İtaliya, Fransa, ABŞ, İngiltərə. Burada SSR yoxdur. A variantı. Bir dəqiqə SSR var. Niyə yoxdur? Əsas dövlətlərdən biri SSR-dir elə. İtaliya yoxdur burada. B variantı. 58B. 59. Potsdam konfransının qərarına əsasən Almaniya ərazisini işğal zonasına bölüşdürən dövlətlər Yaponiya bölüşdürmür. Fransa da orada. ABŞ-dir. SSR-də İngiltərədir. 60. Uyğunluq. Almaniya Polad paktını imzalayır İtaliya ilə 39-da düzdür. İngiltərə Atlantika xartiyasını ABŞ-nə imzalayır. ABŞ Falkland böhranı. Yox, İngiltərə Falkland böhranı Argentina arasında olub. ABŞ yox. Anti-Komintern Yaponiya ilə Almaniya arasında da düzdür. SSR Ribbentrop-Molotov paktını Fransa ilə yox, Almaniya ilə imzalayır. 1-4 cavabımız D variantı. Uyğunluğu müəyyən edin. Avstriya Saint-Germain müqaviləsi Antanta dövlətləri düzdür. Rusiya Rapollo İngiltərə yox, Almaniya ilə bağlı. 22-də ABŞ Anti-Komintern paktında yoxdur. İtaliya Polad paktını Yaponiya yox, Almaniya ilə bağlayır. Böyük Britaniya Atlantika xartiyasını ABŞ ilə bağlayır. 1-5 C variantı. Versal sülhündə aşağıdakı məhdudiyyətlərin qoyulduğu dövlət bütün müstəmləkələrindən məhrum olub. Ordu donanması məhdudlaşdırılıb. Reyn çayı boyunca qoşun saxlaya bilməzdi, silahsızlaşdırılırdı. Bu olacaq Almaniya. A variantı Versal. Versal sülh müqaviləsinə əsasən müharibə törətməkdə təqsirkar elan olundu. Elzas və Turingiyanı itirdi. Bu ərazilər keçdi Fransaya. Almaniyanın şərtləridir bu. Y variantı. 1933-cü ildə Almaniyada mövcud olmuşdu Weimar Respublikası. Faşist diktaturası hələ yaranmayıb. Leybarist hökuməti İngiltərədir. Avtoritarizm deyildi. Hərbi kommunizmdə deyil. Doğru cavab A variantı. Hərbi kommunizm olub Rusiyada 20-21-ci illərdə. İkinci Dünya müharibəsi illərində Almanlar tərəfindən işğal olunmuş ölkələr. Almanlar tərəfindən işğal olunan ölkələr. Belçika işğal olunub. İkinci Dünyanın gedişi deyil. Avstriya 1938-dir. Çexoslovakiyada 1939-dur. Müharibənin gedişi deyil.
Yəni işğalı 1.38, 1.39 müharibəyə düşmür. Hollandiya düşür, Norveç düşür. 1, 4, 5 olacaq doğru cavab C variantı və yadda saxlayın ki, Norveçlə Danimarka ilə üzr istəyirəm, Danimarka ilə Norveçin işğalından sonra Almaniya şimaldan təhlükəsizliyini təmin edəcəyi belə bir sual verər ki, 2-ci Dünya müharibəsinin gedişində Almaniya şimaldan təhlükəsizliyini hansı ərazilərin işğalı ilə təmin etdi? Norveç və Danimarka olacaq. 1, 4, 5. Doğru cavab o 65'də olacaq C variantı. 66. İkinci Dünya müharibəsi gedişində Almaniyanın dövlət sərhədləri müəyyən olunub. Dövlət sərhədlərinin müəyyən olunması, qəti müəyyən olunması Potsdam konfransıdır. Krım deyil, Moskva deyil, Potsdamdadır. Tehran cəbhə məsələsidir. San Fransiskoda BMT-nin yaranmasının müzakirəsidir. Münhen sözləşməsinin nəticəsi İngiltərə və Fransa müttəfiqləri olan Çexoslovakiyanı müdafiə etmədiyi üçün nüfuzdan düşdü. Bu olar. Doğrudur. Münhen sözləşməsində Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verilmişdi. İngiltərə və Fransa Almaniyada öz mövqeləri möhkəmlədib, onun təhlükəsizliyini təmin etdi. Yox, İngiltərənin Fransa mövqeyi burada möhkəmlənmir, Almaniya mövqeyi möhkəmlənir. İngiltərə və Fransa antikomiterin paktında deyil. Almaniya və Avstriya və Çexoslovakiyanı işğal etdi. Yox, Münhendə deyil bu. Münhendə Çexoslovakiyanın Sudet vilayətidir. Çexoslovakiya özü də 1939-cu ildədir. Millətlər Cəmiyyəti Sar vilayətini Almaniyaya qaytardı. Sar vilayətini Hitler birləşdirib 35-ci ildə, 1935-ci ildə. Doğru cavab A variantı. 68. Münhen sözləşməsinin nəticəsinə aiddir. Antikomiterin burada deyil, Polşa məsələsi deyil. Sudet vilayətidir. SSR Millətlər Cəmiyyətindən qovuldu 39-cu ildə, bununla əlaqəsi yoxdur. Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verilib, bəlidir. Polat paktı Almaniya-İtaliya arasındadır. Münhen ilə bağlı deyil. İspaniyanın 20-ci əsrin 30-cu illərin sonu tarixi, vətəndaş müharibəsi başlayır 1936-cı ildə, bu aid deyil sonuna. Xalq cəbhəsinin hakimiyyətə gəlməsi, bu da 36-da gəl belə. Birinci Dünya müharibəsinə qoşulması, Birinci Dünya müharibəsinə qoşulmur bir tərəf ölkədir. Ölkədə faşist diktaturasının qurulması 39-da qurulub, bunu götürə bilərəm. SSR-nin general Frankoya kömək etməsi, SSR general Frankoya kömək etmir, Franko faşistlərin nümayəndəsidir. Almaniya, İtaliya Frankoya yardım göstərir, SSR-i respublikaçılara yardım göstərir. ABŞ-də bir tərəfli haqqında qanun prezidentin dövründə qəbul olunub 1935-ci ildə, Rooseveltin dövründə qəbul olunub bu qanun. Harding deyil, Hoover deyil, Wilson, College çıxıram, Rooseveltin dövrüdür. Rooseveltin yeni xətt siyasətinin əsasını kənd təsərrüfatına həyata keçirilən tədbirlər. Yeni xətt siyasətinə əsasən kənd təsərrüfatı. Yeni xətt olub 1933-də başlayır, 1938-ə qədər davam edir. İstehsal və qiymətlərə dövlət nəzarəti gücləndiriləcək və bu olacaq A variantı. Böyük tələbat yaranmış kənd təsərrüfatı məhsulları istehsalı artırıldı. İstehsalı artırılmır, əksinə istehsal məhdudlaşdırılır. Böhran keçirən fermer təsərrüfatları dövlət mülkiyyətinə keçiriləcək. Dövlət mülkiyyətində deyil, yanlışdır. İstehsalda yeni texnologiya və konveyer sisteminin tətbiq olunması, bu da kənd təsərrüfatına bağlı deyil, konveyer sistemi də Kolitsin dövründədir. Kənd təsərrüfatına hökumətin nəzarəti məhdudlaşdırılmır, artırılır, yanlışdır. Doğru cavab 71-də A. 72. Türk xalqının 19-23-cü illər milli azadlıq hərəkatının nəticəsi. Versal müqaviləsinin bütün maddələri həyata keçirildi. Yox. Fransa və ABŞ Osmanlı dövlətinin müstəqilliyini tanımağa məcbur oldu. Fransa ilə ABŞ Osmanlı dövlətinin müstəqilliyini tanımağa məcbur oldu. Yox, belə bir şey də yoxdur. Sevr müqaviləsi qüvvədən düşəcək. Bəli, Lazannada Sevr müqaviləsi, Mudros qüvvədən düşəcək. Azadlıq hərəkatının gedişindədir bunlar. Daha nəticəsidir. Böyük Britaniya ölkəsinin ərazisini işğal etdi və Mudros sülhü imzalandı. Yox, Mudros sülhü yox. Böyük Britaniya işğal etməli idi ərazini və bu Sevr müqaviləsinin şərtindədir. Mudros deyil. Türkiyə yaxın şərqdə ərəb mülklərinə nəzarəti bərpa etdi, bərpa etmir. 72 olacaq C variantı. Fransada imzalanan SSR-nin Yaponiyaya qarşı müharibə elan etməsi haqqında məxfi saziş nəzərdə tuturdu. Kuril adalarının SSR-yə, Mancuriyanın Monqolistana verilməsi yox. Saxalin və Monqolistan SSR-yə birləşməsi. Monqolistan orada adı çəkilmir. Orada Kurildir, Saxalindir, Port Arturdur, bir də Mancuriyadakı dəmir yollarıdır. Vyetnam yox.
Uzaq şərqdə bir sıra ərazidən SSR-yə güzəştə gedilməsi bu olacaq D variantı. Sakit Okean hövzəsində Yaponiyaya məxsus adaların SSR-yə verilməsi yox. Doğru cavab olacaq 73-də D variantı. 74. Tehran konfransının qərarı. Faşist caniləri beynəlxalq məhkəməyə verilməsi bu Potsdamdır. Faşist Almaniyasının danışıqsız təslim olması, müttəfiqlər arasında bölünməsi yox. Tehran konfransı 2-ci cəbhənin açılması da dünya müharibəsindən sonra quruluşu və BMT-nin yaranması müzakirəsi keçmir burada. Avropada Almaniyaya qarşı 2-ci cəbhə açılmalı idi. Bəli. Müharibədən sonraki vəziyyət Potsdamdır. Rapollo və Brest-Litovsk müqaviləsinin oxşarlığı 1922 biridir, 1918 biri. Sərhədlərin dəyişdirilmə məsələsinə həsr edilmişdir. Yox, yanlışdır. Rapollo iqtisadi məsələdir. Brest-Litovskda nəticələrində sərhədlərin dəyişməsi məsələsinə toxunulur. A. Ortaq cəhət deyil. Sovet Rusiyası ilə Almaniya arasında bağlanmışdı. B variantını götürə bilərəm. Ortaqdır. Brest-Litovsk mərkəz gücləri və Rusiya arasındaydı. Mərkəz güclərinin biri də Almaniyadır. Rapollo da Almaniya və Sovet Rusiyası arasındadır. B ortaqdır. Birinci Dünya müharibəsindən çıxmağı nəzərdə tuturdu. Brest-Litovsk da çıxacaq Birinci Dünyadan. Bu yanlışdır. Yəni Brestlə çıxır dünyadan. Polşanın bölüşdürülməsi nəzərdə tuturdu. Polşanın bölünməsi nəzərdə tutmur bunlar. Yanlışdır. Almaniya ilə İtaliya arasında bağlanmışdı. Rapollo Almaniya Rusiyadır. Brest-Litovskda Almaniya, Bolqarıstan, Osmanlı, Avstriya, Macaristan və Rusiya arasındadır. Yeni də çıxıram. 76. Yaponiya və Almaniyanın 30-cu illər tarixində oxşarlıq. Hücum etməmək haqqında SSR ilə danışıqların aparılması. Yaponiya bu danışığı aparıb 1941-ci ilin aprelində, Almaniya aparıb 1939-da Molotov-Ribbentrop paktında 30-cu illərə aid olmur. Yəni Almaniya aiddir, Yaponiya aid deyil. İspaniya Respublikasına qarşı hərbi müdaxilə, Respublikaya qarşı hərbi müdaxilə İtaliya ilə Almaniyadır 30-cu illərdə. Yəni faşistlərə yardım göstərirlər. Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrə təzminat ödəməkdən imtina etmələri. Birinci Dünya müharibəsində qalib gəlmiş ölkə təzminat ödəməkdən Yaponiya təzminat ödəmirdi. Yəni 30-cu ildə təzminat məsələsi yoxdur. Almaniyada təzminatdan az olur 32-ci ildə. Respublika idarə üsulunun yaranması, Respublika idarə üsulu yaranması 30-cu ildə Respublika yaranır, Almaniyada yox. 30-cu illərdə 19-33-cü ildə Almaniyada Weimar Respublikası dövrüdür. Yaponiyada monarxiya dövrüdür. D-ni də götürməyəcəm. Millətlər Cəmiyyətini tərk eləmələri bu olar. Yaponiya 33-də, Almaniyada 33-də eyni ildə. Almaniyanın 20-ci əsrin 30-cu illəri tarixi üçün səciyyəvidir. Sovet Rusiyası ilə Rapollo 1922-dir. Pivəxana qiyamı Pivəxana 23-dür. Lokarno konfransında sərhədlərin toxunulmazlığını nəzərdə tutan paktın imzalanması 1925-dir. Reyn təminat paktı. Belçika-Fransa-Almaniya arasında 30-cu illər deyil. Millətlər Cəmiyyət üzv qəbul olunur 26-da. Nasist partiyasından başqa digər partiyalar qadağan olunur 33-cü ildən. Bəli. 77 olacaq Y variantı. 78. Almaniyanın 1918, Türkiyənin 1923-cü il tarixində oxşarlıq, Briançelov paktına qoşulmalar. Briançelov 1928-dir. Millətlər Cəmiyyətinə daxil olması Almaniyada 26-dır, Türkiyədə 32. Səadabad paktı olub 1937-ci ildə Türkiyə, İran, Əfqanistan bir dövlət də var idi orada, səhv eləmirəmsə adı yadından çıxıb. Səadabadda Türkiyə, İran, Əfqanistan, İraq. Bir də İraq, İraq yadıma düşdü. Tək partiyalı sistemin yaranması, Türkiyədə tək partiyalı sistem 1923-də yaranıb. Məsələn, Türkiyəyə aiddir bu. 1945-ə qədər davam edib. Burada tək partiyalı sistem. Almaniyada tək partiyalı sistem olacaq. Almaniyada Hitlerində də, Hitlerin tək partiyalı sistemidir. O da 18-də deyil. O da olacaq 33-dən 45-ə. D-də yanlışdır, ortaq cəhət deyil. Respublika idarə üsulunun yaranması 18-ci ildə Almaniyada monarxiya devrilir, respublika yaranır. Türkiyədə də 23-cü ildə 29 oktyabrda. Y düzdür. Bir də təkrarlayın, tək partiyalı sistem Türkiyədə 23-45-dir. Almaniyada Nasist partiyası, o da 33-45. 79. Türkiyənin və Almaniyanın 20-ci əsrin birinci rübü, yəni 1901-1925.
Lozanna konfransında iştirak, Almanya burada iştirak etmir. Burada Antanta dövlətlərindən İngiltərədir, Fransadır, İtaliyadır, Yunanistandır, bir də Türkiyə. İkinci Dünya müharibəsinə qoşulmaları 20-ci əsrin 1-ci rübündə, İkinci Dünya yox, İkinci Dünya 2-ci rübdədir, 1939-45-dir. Millətlər Cəmiyyətinə qəbul olunmaları, Millətlər Cəmiyyətinə Almaniyada, Türkiyədə 2-ci rübdə daxil olublar. 1.32-də, 1.26-da. Konstitusiya varmı? Var. Birində Weimar Konstitusiyası 19, birində də 1924 anayasa. Deyini götürə bilərəm. Polat Paktı Almanya İtaliya arasında 39-cu ildə. 2-ci rübdür bu da. Almaniyanın 26, Türkiyənin 32. Müstəmləkələrindən məhdum olublar bunlar. Mandat sistemi əsasında 1-ci Dünya müharibəsindən sonra yanlışdır. Bunu çıxacağım. Lozanna sülh müqaviləsinin imzalanması Almaniya burada yoxdur. Ümumiyyətlə Lozanna 1923-dür. Respublika İdarə Üsulunun yaranması, Respublika 19-da, Almaniyada, Türkiyədə 23-də. Sovet Rusiyası ilə müqavilənin imzalanması Almaniya 26-da imzalamayıb, Türkiyədə 32-də imzalamayıb. Millətlər Cəmiyyətinə daxil olmaları. Göstərilənlərin aid olduğu dövlət 39-da Polşanı Almaniya ilə bölüşdürmək barədə razılıq əldə edib. Lend-Liz qanunu ona da şamil olunub. SSR Lend-Liz qanunu Böyük Britaniya, ilk Böyük Britaniya, sonra isə SSR-yə şamil olunmuşdu. Anı götürəcəm. İkinci Dünya müharibəsi dövründə göstərilənlərin aid olduğu dövlət 39-da Finlandiyaya qarşı müharibə elan etdi. Bunun nəticəsində Millətlər Cəmiyyətindən çıxdı. 41-ci ildə Yaponiya ilə bir-birinə hücum etməmək haqqında müqaviləsi var SSR-nin. 82 olacaq D variantı. 83. Türkiyə Respublikasının tarixinə aiddir. Birinci Dünya müharibəsində iştirak edibmi? Onda Türkiyə Respublikası deyildi, Osmanlı idi. Türkiyə Respublikası yaranır 1923-29 oktyabrda. İnönü döyüşü də yəni Respublikadan əvvəldir, 1921-dir. Montreal 36-dır, bunu götürəcəm. Gümrü 20-dir. Bunu çıxıram gümrünü. Qarşı çıxıram 21-dir. Franklin Delano Rooseveltin hakimiyyət dövrü xarakterizə edir. Yəni 1933 və 1945. İqtisadiyyata fəal hökumət müdaxiləsi siyasəti elə bu olacaq A variantı. Ölkədə ilk dəfə iqtisadi böhranın baş verməsi. İqtisadi böhran ilk dəfə Amerika tarixində 19-cu əsrdə baş verib. Bundan əvvəl böhran var idi 1929-cu ildə. O da böhranın qarşısını almaq üçün yeni iqtisadi siyasət yeridəcək. Şərqi Asiyadan mühacir axınını qadağan edən Kolicdir. Bu qanunu təxirə salan Lyndon Johnson. Dövlətin iqtisadiyyata tənzim etmək siyasətini imtina etməsi yox, artıracağı imtina etmir. Qadınlara seçki hüququnu verən Woodrow'dur. Woodrow Wilson'dur. Doğru cavab 84-də A variantı. İtaliyada faşist rejiminin süqutu ilə nəticələndi. 1943-cü ildə müttəfiq qoşunlarının Siciliya adasından çıxarılması. Elə bu olacaq. ABŞ və Böyük Britaniyanın Siciliya adasına qoşun çıxarması ilə İtaliyada Mussolini rejimi devriləcək. 1922-45-ci illər Mussolini faşist diktatorası devriləcək. İtaliyanın antikomiterin paktına qoşulması faşist rejiminin süqutu ilə əlaqəli deyil, yanlışdır. Midway də çıxıram, heç bununla əlaqəsi yoxdur. Midway Yaponiya ABŞ-dir. Əl-Alamein döyüşündə İngilislərin qələbəsinin də əlaqəsi yoxdur bundan. Şimali Fransada ikinci cəbhənin açılması da bu da aid deyil İtaliya ilə. Faşist rejiminin süqutu sırf 43-cü ildə Siciliya qoşun çıxarılması nəticəsidir. İkinci Dünya müharibəsi gedişində müttəfiq qoşunların Siciliya çıxarılması nəticəsində Avropa dövlətləri faşist əsarətindən xilas oldu, yox, xilas ola bilmir hələ ki. Müharibənin gedişinə əsaslı dönüş başa çatdı, yox. İkinci cəbhə açıldı, bəli. Yox, üzr istəyirəm, ikinci cəbhə 44 deyil, Tehrandan sonradır. Müharibənin gedişinə əsaslı dönüşün başlanğıcı qoyuldu. Əsaslı dönüş olacaq müharibənin gedişində bu 42-ci ildə, 1942-ci ilin yanvarında 26 dövlətin Atlantika Xartiyasına qoşulması ilə əsaslı dönüş olacaq müharibədə. İtaliyada faşist rejiminin süqut etməsi. Siciliyaya qoşun çıxarılmasının nəticəsi budur. Y variantı. Moskva yaxınında döyüşün nəticəsi ikinci cəbhənin açılması üçün Fransaya hazırlıq işləri başladı. Moskva döyüşü 41-ci ildə, ikinci cəbhə 44-də açılacaq. Nə əlaqəsi? Almaniyanın ildırım sürətli müharibə planını boşa çıxardı. Sovet Rusiyası, bəli. Lend-Liz qanunu qəbul edildi. 41-ci ildədir bu qanunun Moskva ilə əlaqəsi yoxdur. Faşist koalisiyası parçalanmağa başladı. Faşist koalisiyası parçalanmağa başladı 43-cü ildən. Antifaşist koalisiyası yaranmağa başladı. Antifaşist koalisiyası da 42-də yaranıb. Antifaşist. Ona görə də mən yeni də çıxıram, D-ni də, C-ni də. Doğru cavab olacaq B variantı. Antifaşist 42 oldu. Faşist koalisiyası da 43-cü ildə parçalanıb. 43-cü ilə aid deyil. Kursk aiddir, Tehran aiddir.
Siciliya qoşunu aiddir. Müttəfiqlərin şimali Fransaya çıxması 44-dür bu. Alman qoşunları Stalingrad ətrafında təslim olması 43-dür. İkinci Dünya müharibəsində Sovet-Alman cəbhəsində əsaslı dönüş başlayır, bitir. Başlayır Stalingradda, bitir Kursda. Berlin deyil, Kurs başlamır Kursdan, Moskva heç, Moskva heç, Kurs heç, Stalingraddan başlayır, Kursdan bitir. Birinci və İkinci Dünya müharibəsində Almaniyanın hərbi planlı iflasa uğradığı döyüşlər 1914-də Marnada, 1941-də Moskvada. Marna, Moskva. C variantı. İkinci Dünya müharibəsində Avropada ikinci cəbhə açıldı 1944-cü ildə müttəfiqlərin Fransaya qoşun çıxarılması ilə. İkinci cəbhənin açılması məsələsi də Tehranda müzakirə olunur. Müttəfiq qoşunlarının Pirene yarımadasına qoşunu yox, müttəfiq qoşunlar Şimali Afrikaya çıxışı ilə yox, Balkan deyil, Fransaya çıxışı ilə, Sovet qoşunlarının Balkana çıxışı deyil, Şimali Fransaya çıxması ilə Y variantı. İkinci Dünya müharibəsi gedişində hansı döyüşdə Yapon qoşunları məğlub olub? Pearl Harborda yox, məğlub deyirlər, üstünlüyü ələ keçiriblər burada. Kursda ümumiyyətlə Yapon qoşunları yoxdur. Niyə belə üstüyə gəl qoyuram, bunları plus qoyuram, bunları çıxım. Əl-Alamein döyüşündə də Yaponiya yoxdur. Almanya, İtalyan, İngiltərədir. Moskva döyüşü də Sovet-Alman cəbhəsidir. Midway döyüşündə B variantı 42-ci ildə ABŞ-yə məğlub olacaq. İkinci Dünya müharibəsi gedişində Almanlar tərəfindən işğal olunmamışdı. Çexoslovakiya işğal olunmamışdı. Çünki Çexoslovakiya 1939-cu ildə müharibədən əvvəl işğal olunub ona görə. Polşa müharibənin gedişidir. Məsələn, Norveç gedişidir, Danimarka gedişidir Fransada. C variantı müharibədən əvvəldir. Bir də yadda saxlayın ki, Norveçlə Danimarkanın işğalı Almanların şimaldan təhlükəsizliyini təmin edib. İkinci Dünya müharibəsi dövründə aid Barbarossa və Edelweiss planlarının oxşarlığı. 41-ci il Moskvanın ələ keçirilməsi nəzərdə tutuldu. Bu Barbarossadır. İngiltərə ilə bağlı olmalar heç bir İngiltərə ilə bağlı deyil. Bunun SSR ilə bağlıdır. SSR ilə bağlıdır. Cənubi Qafqazdan Sovet qoşunlarının çıxarılması nəzərdə tutulması bu Edelweissə aiddir. Çünki Cənubi Qafqazdan deyil Sovet qoşunlarının çıxarılması Qafqaza aid hücum planı Edelweissdir. 42-ci ildə təsdiq edilməsi Edelweiss 42-də təsdiq olunub, Barbarossa 41-də. SSR-nin 2-ci Dünya müharibəsi dövrü üçün səciyyəvi cəhətlərdən biri. Pul islahatı 47-dir, ondan sonradır. Bryançello paktına qoşulması 29-u 2-ci Dünyadan əvvəldir. Kolxozçuların pasportlaşmasının həyata keçirilməsi 59-dur, bu Xruşovun dövrüdür. Asxa türklərin deportasiyası 44-cü ildə olacaq bu. Molotov-Ribbentrop paktı 39-dur, müharibədən əvvəldir. SSR-nin 2-ci Dünya müharibəsi dövrü üçün səciyyəvi. Molotov əvvəldir, kollektivləşmə 29 ondan əvvəldir. Kolxozçulara pasport verilib 59-da sonradır. Krım türklərin deportasiyası bu da 44-dür, bu da olacaq. Münhen konferansında iştirak etməyib SSR ümumiyyətlə. 19-cu ildə qəbul olmuş Weimar konstitusiyasına görə İspaniyada faşistlər hakimiyyətə gəldi. Weimar Almaniya ilə bağlı faşistlərlə, ya da daha doğrusu İspaniya ilə aid deyildi, Almaniya aiddir. Britaniya parlamenti respublika elan olundu, Britaniya ilə bağlı deyil bu Weimar. Almaniyada konstitusiyalı monarxiya quruluşu təsbit olundu, yox, federal prezidentli respublikadır. Almaniya prezidentli, parlamentli respublikadır. D doğrudur, federal, parlamentli, prezidentli. Almaniya demokratik azadlıqlar ləğv olacaq. Bu nasistlər hakimiyyətə gələndən sonra 33-cü ildə. Versal sülh müqaviləsinin pozulması səbəblərindən biri Almaniyanın Reyn zonasına qoşun yeritməsi. Bu olar. Çünki Versalda Reyn zonası silahsızlaşdırılmışdı. Burada qoşun çıxarırsa, bəli, bu olacaq. Münhenin əlaqəsi yoxdur Versal'la, Antikominterinin də. Almaniyanın Elzas və Loringiyanı Fransadan alması, yox, Fransaya qaytarır Versal'da. Yaponiyanın Manchuriyanın işğalı da bu olacaq. Demək, 30-cu illərdir Manchuriyanın işğalı, 31-ci ildədir. Bunun da Versal'ın əlaqəsi yoxdur. Bu da Yaponiyanın təcavüzkarlıq siyasətidir. Ondan sonra da çıxacaq Millətlər Cəmiyyətindən 33-cü ildə. A variantı. Almaniya və İtaliya 20-ci əsrin 30-cu illər tarixi faşist rejiminin süqut etməsi. Hər ikisində 40-cı illərdədir. Almaniya 45, İtaliya 43. Faşistlərə yardım etmək üçün İspaniya müdaxilə olacaq. Franco hökumətinə, faşist hökumətinə yardım göstəriblər. İtaliyada, Almaniyada, SSR isə respublikaçılara. SSR-yə qarşı müharibə 41-ci ildə elan olunub Almaniya İtaliya tərəfindən. SSR-lə hücum etməmək haqqında müqavilə Almaniyanın var 39-cu ildə. Ərazilərin mandat sistemi əsasında bölünməsi İtaliyanın ərazisi mandatda deyil. Almaniya və Osmanlı ərazisidir mandatda. Bu da 30-cu illər deyil, yanlışdır. 20-ci əsrin 30-cu illər Almaniya və İspaniya tarixinə aid oxşarlıq, Millətlər Cəmiyyətinin üzvü olmaları. İspaniya 20-də üzvdür, Almaniya 26-da.
Vətəndaş müharibəsinin baş verməsi İspaniyada da 36-39-da. Faşistlərin seçki yolu ilə hakimiyyətə gəlməsi, Franko hökuməti seçki ilə gəlmir. Almaniyada 32-ci il seçkilər keçirilir. Nasistlər səs çoxluğu ilə burada qalib gələcəklər, amma bu da hakimiyyətə gəlməyə heç yetmir. Yetərli deyildi. Xalq cəbhəsinin hakimiyyətə gəlməsi 36-cı ildədir. İspaniyaya aiddir bu. Faşist diktaturası bəli 39-da İspaniyada, 34-də Almaniyada qurulacaq. Y variantı. İkinci Dünya müharibəsindən əvvəlki dövrə aiddir. İkinci Dünya müharibəsindən əvvəl aferin yaranması 49 il sonradır. SSR-də xam torpaqların istifadəyə verilməsi, bu da Xruşovun dövrüdür. Xruşov da hakimiyyətdə 53-64-də, Taft-Xardi 47 il sonradır. Xalq cəbhəsinin hakimiyyətə gəlməsi 36-dadır, 1936-da, bu da əvvəldir. Əvvəlki dövr istəyir elə. D variantı. Berlin böhranının baş verməsi birinci böhran olacaq 48-49-da, ikinci 61-də. 101D. 102. İkinci Dünya müharibəsindən əvvəlki dövr. Üçlər paktı 40 sentyabrıdır, müharibənin gedişidir. SSR-in Millətlər Cəmiyyətindən çıxarılması 39-dur, müharibənin gedişidir. Əvvəlkin deyirik. Yox, bu müharibənin gedişidir. Lendiz qanunun qəbul olunması 41-ci ildə müharibənin gedişidir. Qərbi müharibə 39-dan başlayır, müharibənin gedişidir. Çexoslovakiyanın Almaniya tərəfindən işğalı müharibədən əvvəldir. Oldu Y variantı. İngiltərə 49, Almaniya 18. Dünya siyasətində aparıcı yerə çıxması. Burada İngiltərənin vəziyyəti gərgin idi bu dövrdə. Almaniyada müharibədən çıxmışdı. Vəziyyət yaxşı deyildi. Monarxiyanın məhdudlaşdırılması. Almaniyada monarxiya devrilir, İngiltərədə respublika yaranır. Monarxiya məhdudlaşmır, tamamilə İngiltərədə ləğv olur, Almaniyada ləğv olub, respublika yaranacaq. Beynəlxalq münasibətlərdə təcridçilik siyasətinin yeridilməsi, təcridçilik siyasəti yeritmirlər. ABŞ ilə iqtisadi əlaqələrin yaranması bu illərin heç birinə aid deyil. Respublika idarə üsulunun yaranması 49-da respublika İngiltərədə yaranır, 18-də də bəli, Almaniyada. Türkiyənin 20-ci əsrin 30-cu illərinə aiddir. İlk konstitusiyanın qəbul olunması, Türkiyə tarixində ilk konstitusiya 1876-da qəbul olunub. Türkiyə Respublikası desə 24-də. Respublika idarə üsulunun yaranması 30-cu ildə yox, 23-də yaranıb. Millətlər Cəmiyyətinin 32-də üzvdür. Müstəmləkələrindən məhrum olacaq o mandat sisteminə əsasən. Sultan hakimiyyətinin məhdudlaşdırılması, sultan hakimiyyəti bu dövrdə yoxdur. Ümumiyyətlə ləğv olub 22-ci ildə. ABŞ-də Franklin Rooseveltin prezidentliyi dövründə qəbul edilən bitərəflik haqqında qanun 1935-ci ildə qəbul olunub. Təcavüzkarın qurbanı olan ölkələrə yardım yox. Təcavüzkara və təcavüzə məruz qalan ölkələrə fərq qoymurdu Roosevelt bu qanunla. Almaniya ilə müharibə vəziyyətində olan ölkələrə silah satmaq yox, SSR-ə hərbi yardım yox, təcavüzkara fəal yardım göstərmir, təcavüzkara və təcavüzə məruz qalan ölkələrə fərq qoymurdu. Bəli, budur məsələ. ABŞ-nin yeni xətt siyasətinin məqsədi, yeni xətt siyasəti iqtisadi böhrandan çıxmağa əsas məqsəd 1933-1938-ə aiddir. Latin Amerikası ölkələri mehriban qonşuluğunun yeni xəttlə əlaqəsi yoxdur. Böhrandan çıxarmaq bəli, iqtisadi böhrandan. Yaxın və Orta Şərq ölkələrinin maddi yardımının da bununla əlaqəsi yoxdur. Türkiyə və Şərq ölkələri iqtisadi əlaqələri gücləndirmək yeni xəttə aid deyil. Sosial inqilabı həyata keçirmək. Əsas məsələ burada böhranı aradan qaldırmaq, sosial inqilab həyata keçirmək deyil. ABŞ-nin elan etdiyi açıq qapı siyasətinin mahiyyəti, ümumiyyətlə açıq qapı prinsipi 1899-1902-ci illərdir. Öz təsdiqini tapacaq burada Vaşinqtonda. Yalnız Yansı çayından ticarət etmək hüququ elan olunması, belə bir məhdudiyyət yoxdur. Çində sənaye və ticarət sahəsində bərabər imkanlar, bəli, bu var. Çinin ilk dəfə təzminat ödənməsi bu 1842-ci ildə Nankin müqaviləsindədir, əlaqəsi yoxdur. Çində bütün ölkələrin nüfuz dairələrinin ləğv olunması söhbətdə getmir burada. Çinin ərazi bütövlüyünün tanınması, ərazi bütövlüyü tanınır, sadəcə açıq qapı siyasətinin mahiyyəti deyil. Mahiyyət B variantıdır. Almaniyanın Versal müqaviləsinin şərtlərini pozmasını sübut edir. Daos planının ləğv olunması bu 29-dur. Rusiya ilə iqtisadi əlaqələrini bərpa etməsi də Versalla bağlı deyil, yəni onun şərtlərin pozması deyil. Rapollo müqaviləsi iqtisadi blokadadan çıxmasıdır. Versalın şərtini pozmur. Ümumi hərbi mükəlləfiyyətin 1935-ci ildə bərpa olunması. D. Faşistlərin hakimiyyətə gəlməsi, yox. Doğru cavab olacaq 108-də. D variantı ümumi hərbi mükəlləfiyyətin bərpa olunması. 109. SSR-nin 20-ci əsrin 20-30-cu illər tarixi üçün səciyyəvi idi. Demokratik hüquqların genişləndirilməsi yox, bu dövrdə məhdudlaşdırılıb. Monarxiyanın devrilməsi nəticəsində ölkədəki hakimiyyətli 17-ci il fevral burjua inqilabıdır. Azad bazar ola bilməz burada. Bu dövrdə Stalinin dövrüdür.
Bütün hakimiyyətin Kommunist Partiyasının rəhbərliyinin əlində cəmləşməsi bu olar. Tək partiyalı sistem. Siyasi partiyanın fəaliyyəti genişləndirilmir, məhdudlaşdırılır. Bir partiya var, Kommunist Partiyası. 109D. 110. SSR-nin 20-ci əsrin 20-30-cu illər tarixi, totalitar dövlət sisteminin mövcud olması. A-nı götürəcəm. Dövlətin iqtisadiyyata nəzarətin azaldılması, siyasətin həyata keçirilməsi azalmır, artır. Çox partiyalı deyil. Bir partiya var, Kommunist Partiyası. Vətəndaş müharibəsi 18-də başlayıb. Kolxozçulara pasport verib 59-da. SSR-nin 20-ci əsrin 20-ci illərin ortaları tarixi, sanayiləşmə xəttinin həyata keçirilməsi 1925 ilə bu ortasıdır A. Ticarət azadlığı YIS-dədir 1921-də. YIS 21-də tətbiq olunur. Kənd təsərrüfatında kollektivləşmə xətti başa çatır. Kollektivləşmə 40-cı illərdir bitməsi. Pasportu olmayan kəndlərə pasport veriləcək. Bu da 59-cu ildədir. Çünki Almaniya və İtaliyanın 30-cu illər tarixinə aid oxşar cəhət Millətlər Cəmiyyətinə daxil olublar 20-ci illərdə. Almaniya 1926, İtaliya 20-də. SSR-lə hərbi ittifaq Molotov-Ribbentrop bu Almaniyada 39-da. Briançelov paktı 20-ci illərdə, hər ikisi var orada, amma 20-ci illərdir. Briançelov 28-dədir. İspaniyada vətəndaş müharibəsində faşistlərə yardım ediblər, ikisi də bəli. Orada vətəndaş müharibəsi 36-39 olub, faşistlərə yardım edən də Almaniya, İtaliyadır. Faşistlərin hakimiyyətinin devrilməsi İtaliyada 43, Almaniyada 45. 21-ci ilin sonu 22-ci ilin əvvəllərində keçirilən Vaşinqton konferansında 4 dövlət müqaviləsini imzalayıblar. İngiltərə, Fransa, Yaponiya, ABŞ. Burada da İngiltərəni, Fransanı görürük 2 və 3. 1932-ci ildə Millətlər Cəmiyyətinə qəbul olunan dövlət. 32-də Türkiyə. 5. B variantı. Birinci Dünya müharibəsindən sonra Mərkəzi və Cənub-Şərqi Avropanın siyasi xəritəsində baş vermiş mühüm dəyişiklik. Ezel-Veltaringiyanın Fransaya qaytarılması. Fransaya qaytarılması bu Cənub-Şərqə aid deyil. Yəni Cənub-Şərqi Avropa deyil. Rumıniyanın dövlət müstəqilliyinin Osmanlı tərəfindən tanınması bu 1878-ci ildir. Berlin Konqresinin gedişidir. Birinci Dünyadan sonra deyil. Avstriya-Macarıstan imperiyasının dağılması. Avstriya-Macarıstanın dağılması bu olacaq. Cənub-Şərqi Avropa ölkəsi olaraq, bəli, siyasi xəttə dəyişikliyi bu C variantıdır. Avropanın cənub hissəsinin İngiltərə tərəfindən işğalı. Belə bir işğal yoxdur. Avropanın cənubu İngiltərə tərəfindən işğal olunsun. Qars, Ərdoğan, Batum Rusiya tərəfindən işğal olunmur. Birinci Dünya müharibəsinin gedişində Brest-Litovsk müqaviləsinə əsasən bu keçəcək Osmanlıya. Bunu da çıxacağım. Qars, Ərdoğan, Batumun işğalı 1878-ci ildədir Rusiya tərəfindən. Brest-Litovskdan da Osmanlıya veriləcək. Dünyada dövlətlər arası münasibətləri nizamlamaq üçün beynəlxalq qurumun yaradılması sahəsində ilk addım. BMT-nin yaranması sonraki addımdır. İlk addım Millətlər Cəmiyyətidir. Vaşinqton konfransı yox. Dövlətlər arası münasibətləri nizamlayan mandat da deyil, Millətlər Cəmiyyətidir. Lazanla bunun əlaqəsi yoxdur. Millətlər Cəmiyyəti sonra BMT. Prezident Rooseveltin həyata keçirdiyi yeni xətt 1933-1938. İmmiqrasiya qanunlarının dəyişikliyi olunmasına əlaqəsi yoxdur yeni xəttlə. Əsas burada fokus sahəsi deməli iqtisadi sahədir. Azad bazar iqtisadiyyatı şəraitinin sahibkarlığı canlandırmaq, azad bazar yox, dövlətin müdaxiləsini artırır Roosevelt. İqtisadiyyatda fəal hökumət müdaxiləsi siyasətinin həyata keçirilməsi olacaq. Bank sistemi üzərində dövlət nəzarətinin ləğv olunmur, artırılır. Ölkə tarixində ilk dəfə bank islahatı da bunda deyil. Bundan əvvəl məsələn Woodrow'da da var bank islahatı. 117C, 118 Rooseveltin yeni xətt siyasət illərində sosial sahədə həyata keçirilən tədbir. Əsas diqqət kənd təsərrüfatına yönəlib. Əsas diqqətin kənd təsərrüfatına yönəlilməsi sosial sahədə keçirilən tədbir deyil. Xırda biznesin məhdudlaşdırılması sosial sahədə həyata keçirilən tədbir deyil. Mehriban qonşuluğun ümumiyyətlə yeni xətlə əlaqəsi yoxdur. Təqaüd müamilə sisteminin yaranması sosial sahə ilə birbaşa bağlıdır. Dövlətin iqtisadi və sosial proseslərə müdaxilə azalmır, artır. 119. İkinci Dünya müharibəsi illərinə aid hadisələrin xronoloji ardıcıllığı. Bu sual sertifikasiyaya düşüb, Artinin sınaqlarının içində var idi, diqqətli olun. Deməli, A birinci olan hadisəni tapmalıyıq. A, B və C. Dünkerk İngilis-Fransız qoşunları mühasirəyə alınması bu 1940, Qərbə müharibənin başlaması 1939, İldırım sürətli müharibənin puça çıxması 1941. İndi A-nı ən tez olan hadisə ilə götürməliyik. A olacaq 2, B ondan sonra gəlməlidir 1, C də 3. 2A. 2A, harada var 2A? 2A, 1B, 3C, A variantı.
Yenə də eyni sualdır. Tehran olacaq 1943. Birləşmiş Millətlər Bəyannaməsi 42-də imzalanır. Atlantika Xartiyası 41. Yenə də A birinci olan hadisədir. 3'ə yazırsınız A-nı. B-yə yazırsınız. Ondan sonra gələn hadisə 2. C isə 1. Deməli 3 yox, bir dəqiqə bura nə yazdım? A 3 olmalıdır. B 2. C'də 1. 120 də C variantı.